Təbii ki, bizim insanlarımızın xeyli hissəsinin oynaq xəstəlikləri var. Əziyyət çəkirlər, yeriyə bilmirlər, pilləkəni çıxıb düşə bilmirlər. Onlara isə deyirəm ki, vaxtında müraciət edin, vaxtında müalicə alın. Çünki vaxtında müraciət və müalicə xeyli dərəcədə sizi qabağa salır. Hər tərəfli qabağa salır. Maddi də, mənəvi də. Canı ağrıyan adam heç vaxt özünü xoşbəxt saya bilməz. Mümkün deyil. Çünki xoşbəxt olduğun yerdə böyürdən ağrı gəlir və əhvalını pozur. Əhvalın da pozulanda nə olur? Sinir sistemi dəyişir. Ağrıdan fikir və ondan sonra deyirsən, ay Allah, mən niyə bu günə qalım? Mənim günahım nədir? Günahın özündə idi. Ya çəkin artırdın, ya normal miqdarda su içmədin, ya normal hərəkət eləmədin, ya o kimyəvi qidalarla özünü geydirdin, kimyəvi paltarlarla gecə soyunanda o dalov çıxır başında, elə bil yanacaq ev. Çünki nədən? Kimyəvi hazırlanan məhsullardır, paltarlar, gecə köynəyi, səhərə qədər ürəyin kardioqrammasını çəkirik. Nədən çəkirik? Ürəyin insanda o daxili enerjidən, o bioenerji kəşf edilir, enerji keçir və o kardioqramma çəkilir. İndi sən o mənfi yükün altında, elektrik yükünün altında, kimyəvi paltarda, gecə köynəyində, lap üst köynəyində yatırsan, o sənin ürəyini, damarını, sinirini qoymur rahat olmağa. Ona görə də çalışın, pambıq, yun, təbii geyinin, təbii.